Bismillahirrahmanirrahim. Salam, hörmətli müsəlman bacı və qardaşlarımız. İlk növbədə hər birinizi 11 ayın sultanı olan Ramazan ayının başlanması münasibətilə təbrik edirəm. Allah bu ayı bizim üçün mübarək eyləsin. Allah bu ayın fəzilətindən bizi ayrı salmasın inşallah. Bugünkü mövzumuz Ramazan ayının fəziləti, Ramazan ayının əməlləri və fəzilətli günləri barədə olacaq. İcazə versəniz, mövzunu bir sualla başlamaq istərdim. Əgər bu sənin son Ramazanın olsaydı, onu necə keçirərdin? Şərhlərinizi gözləyəcəm. İlin ayları içərisində Ramazan ayı ən mübarək aydır. Bilirsiniz niyə? Çünki Allahu Teala bu ayda bəşəriyyətə ən böyük töhfəsini, yəni ki, Qur'an-ı Kərimi bu ayda biz insanlara bəxşiş etmişdir. Digər tərəfdən Qədir gecəsi bu aydadır. Yəni insanların qarşıda gələn il ərzindəki taleləri onların ləyaqətlərinə görə həmin gecədə təyin olunur. Bu gecədə edilən ibadət 1000 ayın ibadətindən üstündür. Başqa bir tərəfdən isə bu ay ibadət, təqva, özünü tərbiyə və islah, paklanma ayıdır. Peyğəmbərimiz salam olsun ona və onun əhl-i beytinə mübarək Ramazan ayının gəlişi ilə buyurduğu xutbədən bu ayın əhəmiyyəti tam aydın olur. Xutbə belədir: Ey cəmaət! Allah ayı bərəkət, rəhmət və məğfirət ilə sizə tərəf üz tutmuşdur. Bu ay Allah yanında ən üstün aydır. Günləri ən üstün günlər, gecələri ən üstün gecələr, saatları ən üstün saatlardır. Bu ayda siz Allah ziyafətinə dəvət olunmusunuz. Allahın kərəmi və ehtiramı sizə aid olmuşdur. Bu ayda sizin nəfəsləriniz təsbih hökmündədir. Yuxunuz ibadətdir. Əməliniz Allah dərgahında qəbuldur. Dualarınız müstəcabdır. Saf niyyət və sidq ürəklə Allahdan istəyin ki, sizi bu ayda oruç tutmağa və Qur'an oxumağa müvəffəq etsin. Bu ayda Allahın rəhmət və məğfirətindən məhrum qalan kəs bədbəxtdir. Sonra Peyğəmbərimiz ehtiyaclılara kömək etmək, böyüklərə ehtiram və kiçiklərə mərhəmət göstərmək, qohumlarla əlaqə saxlamaq, buna silə-i rəhm də deyirlər. Dili, gözü və qulağı günahdan qorumaq, yetimlərə nəvaziş göstərmək, günahdan tövbə etmək, dua etmək barədə göstərişlər verdi. Daha sonra oruç tutanlara iftar verməyin əhəmiyyətindən danışdı. Hətta imkanı olmayanların bir dənə xurma və ya bir qab su iftar verməkləri ilə bu xeyirli işdə şərik olmalarını tövsiyə etdi. Xutbənin sonunda o həzrət buyurdu: Ey cəmaət! Bu ayda cənnətin qapıları açılmışdır. Allahdan istəyin ki, onu sizin üzünüzə bağlamasın. Cəhənnəmin qapıları isə bağlanmışdır. Allahdan istəyin ki, onu sizin üzünüzə açmasın. Şeytanlar bu ayda
zəncirlənmişlər. Allahdan istəyin ki, onları sizə hakim etməsin. Əmir-əl-möminin Ali əleyhissalam ərz etdi: Ey Rəsulullah, bu ayda ən üstün əməl hansı əməldir? Peyğəmbərimiz buyurdu: Günahdan çəkinmək. Bu ayın dəyərini bilib, onun tükənməz bərəkətlərindən bəhrələnən, mənəvi və maddi çətinliklərinin bu ayda oruç tutub ibadət etməklə həll edən insanlar həqiqətən xoşbəxt insanlardır. Söz yox ki, maddi və mənəvi bərəkətlərdən bəhrələnmək üçün təkcə oruç tutmaq kifayət etmir. Allahın rəhmətinə və bəxşişinə nail olmaq üçün günahlardan çəkinmək, özünü islah da lazımdır. İlahi, bizi bu mübarək ayın bərəkətlərindən bəhrələnən insanlardan et. Amin. Çoxları Ramazan ayını sadəcə oruc ayı olaraq bilir. Amma Ramazan ayı sadəcə oruc ayı deyil. Ramazan Allahın qayıt çağırışıdır. Bu ayda səma qapıları açıqdır, bağışlanmaq asandır, dua etmək asandır. Allah qarşısında günahlarını etiraf edib ağlamaq asandır. İmam Əli əleyhissalam buyurur, salam olsun ona: Neçə oruç tutan var ki, orucundan ona yalnız aclıq və susuzluq qalır. Bu söz çox ağırdır. Çünki bəzən biz ac qalırıq, amma dəyişmirik. İndi gələk əsas məsələyə. Bu ayı necə yaşamalıyıq? Oruç tutmaq. Oruc, amma yalnız mədə ilə yox. Oruc sadəcə yeməkdən uzaq qalmaq deyil. Oruc, gözün haramdan çəkinməsi, dilin qeybətdən və pis sözlərdən uzaq olması, qəlbin kin-küdrətdən təmizlənməsidir. Əgər əməl eyni qalırsa, əsəb eyni qalırsa, qəlb eyni qalırsa, demək ki, orucun ruhunu qaçırmışıq. Bu ayda Qur'an oxumaq mübarək Ramazan ayının gecə və gündüzlərində yerinə yetirilən ən üstün əməldir. Çünki Qur'an Ramazan ayında nazil olmuşdur. Evdə bir küncdə tozlanmasın. Hər gün bir neçə ayə oxu. Amma tələsmə. Anlamağa çalış. İmam Cəfər Sadiq əleyhissalam, salam olsun ona, belə buyurur: Ramazan ayında bir ayə oxuyan, başqa aylarda bütöv Qur'an oxumuş kimidir. Bu necə də böyük fürsətdir. Bu ayda çoxlu dua etmək, səlavət demək, günahların bağışlanmasını diləmək lazımdır. Mübarək La ilahə illallah kəlməsini çoxlu deyin. Axı Ramazan ayı bağışlanma ayıdır. Bəlkə illərdir eyni günah edirsən. Bəlkə özündən bezmisən. Bəlkə mən dəyişmərəm deyirsən. Amma Ramazan ayı deyir, sən hələ bitməmisən. Bir gecə səmimi qəlbdən, səmimi olaraq ya Allah deyib Allaha dua elə, Allahdan günahın bağışlanmasını dilə və özündə yüngüllük hiss eləyəcəksən. Yəni elə bil ki, bəzən illərin yükünü yüngülləşdirir o sadəcə ya Allah sözü belə. Bu ayda hər günün öz duası
və hər günün öz namazları da var. Ramazan ayının hər gecəsi 2 rükət bir namaz var. Onu qılmaq müstəhəbdir. Hər rükətdə Həmd surəsi, yəni Fatihə surəsi və 3 dəfə Təvhid surəsi oxudu. Və salamdan sonra da deyilir: Subhanə mən huvə hafizun və yəğful. Subhanə mən huvə rahimun la ya'cəl. Subhanə mən huvə qaimun və yəshu. Subhanə mən huvə daimun la yəlhu. Ondan sonra təsbihat-ı ərbəni 7 dəfə deyirsiniz. 7 dəfə dedikdən sonra bu kəlməni demək lazımdır. Subhanəkə, Subhanəkə, Subhanək. Ya azimu iğfir liyyəz-zənbəl azim. Sonra da Peyğəmbərə və onun əhl-i beytinə 10 dəfə salavat göndərirsiniz. İndi onun tərcüməsini də desəm mənə elə gəlir ki, daha yaxşı olar ki, bilərsiniz ki, nə deyirsiniz. Yəni ki, namazdan sonra salam deyiləndən sonra belə deyilir. İstəyirsiniz, yəni ki, onu Azərbaycan dilində də deyə bilərsiniz. Təsbih deyirəm o Allaha ki, qafil olmayan mühafizəçidir. Təsbih edirəm o Allaha ki, tələsməyən rəhimlidir. Təsbih deyirəm o Allaha ki, səhv etməyən əbədidir. Təsbih deyirəm o Allaha ki, bihudə vaxt keçirməyən daimidir. Təsbihat-ı ərbəni 7 dəfə deyəndən sonra deyilən o dua ki var, onun da mənası budur ki, təsbih deyirəm sənə, təsbih deyirəm sənə, təsbih deyirəm sənə. Ey əzəmətli, mənim böyük günahımı bağışla. Sonra səlavət çevirirsiniz. Belə rəvayət olunur ki, hər kim bu 2 rükət namazı qılsa, Allah onun çoxlu günahlarını bağışlayar. Məfatül Cinan kitabı var ki, orada çoxlu dualar var. Bu dualardan birini söyləmək istərdim. Ərəb dilində yox, onun tərcüməsini söyləyərəm. Deyir, hər kim Ramazan ayında hər günü bu duanı oxusa, Allahu Teala onun çoxlu günahlarını bağışlayar. Dua Azərbaycan dilində belədir. Ey Allahım, ey Ramazan ayının Rəbbi, bu ayda Qur'anı nazil etdin və orucu bəndələrinə vacib etdin. Bu il və hər il öz möhtərəm evinin həccini mənə ruzi et. Mənim böyük günahlarımı bağışla. Çünki onları səndən qeyrisi bağışlamır. Ey cəlalət və ikram sahibi. Gözəl duadır. Deməyiniz daha yaxşı olar. Bu ayda sədəqə vermək, yardım göstərmək, iftar süfrəsi açmaq tövsiyə olunmuşdur. İftar vaxtı sədəqə verin söylənilib, oruç tutanlara iftar verin söylənilib. Hətta əgər imkanınız az olsa belə bir neçə xurma və ya bir qab su ilə iftar verin tövsiyə olunmuşdur. Peyğəmbərimiz salam olsun ona və onun əhl-i beytinə belə buyurmuşdur ki, hər kim Ramazan ayında
bir mömin oruç tutana iftar versə, bir mömin qulu azad etməyin savabını əldə edər və bu onun günahlarının bağışlanmasına səbəb olar. Səhabələr bizim buna imkanımız yoxdur deyirlər. Peyğəmbərimiz buyurdu: kimin imkanı yoxdursa, bir qədər süd və ya su yaxud bir neçə xurma versin. Allah ona bu savabı əta edər. İmam Sadiq əleyhissalam buyurur: hər kim oruç tutana iftar versə, onun savabı qədər savab əldə edər. Əlbəttə ki, oruç tutanın savabından heç nə azalmadan. Biz burada görürük ki, bu ayda verilən bir tikə çörək bəzən 1000 savaba bərabərdir. Ehtiyacı olanı sevindir, bir ailənin süfrəsinə səbəb ol. Sevinməsinə səbəb ol günə. Allah səni başqa qapılardan sevindirər inşallah. Həmçinin bu ayda çoxlu səlavət söyləməkdə tövsiyə olunmuşdur. Ramazan ayının hər günü əzizdir bizlərə, hər günü fəzilətlidir, hər gününün öz duaları və hər günün öz namazları vardır. Amma bəzi gecələr var ki, başqa olur. O gecələr Qədr gecələridir. Yəni ki, Ramazan ayının 19-u, 21-i və 23-cü gecələri. Bu gecələr 1000 aydan xeyirlidir. Bu gecə talələr yazılır. Bu gecə dualar yüksəlir. Bu gecə səcdələr fərqlidir, dualar fərqlidir. Bəlkə sənin həyatının istiqaməti məhz o gecədə dəyişəcək. Digər aylarda olduğu kimi, yəni nəzərdə tuturam Şaban və Rəcəb aylarında olduğu kimi, daha dəqiq desək, Rəcəb və Şaban aylarında olduğu kimi, yəni ki, həmən ayın birinci gecəsi qüsl etmək müstəhəbdir və Ramazan ayının birinci gecəsi İmam Hüseyn əleyhissalamı ziyarət edin söyləmişlər. Bu əməlin günahların bağışlanmasına səbəb olması söylənilir. Məsləhət görülmüş hər rükətdə həmd və Ən'am surəsi oxunmaq tövsiyə olunub. Allahdan istəyin ki, yəni ki, bu namazda işlərinizdə sizə kifayət etsin, qorxduğunuz hadisələrdən və xəstəliklərdən sizi qorusun. Ramazan ayının birinci gecəsi İmam Sadiq əleyhissalamın buyurduğu bir dua var, onu oxumaqda tövsiyə olunur. Dua belədir: ey Allahım, ey Ramazan ayının Rəbbi və Qur'anı nazil edən. Bu Ramazan ayıdır. Bu ayda Qur'anı nazil etmisən. Hidayət dəlilləri olan və haqqı batildən ayıran ayələri nazil etmisən. Ey Allahım, onun orucunu bizə ruzi et. Onun gecə ibadətini yerinə yetirməkdə bizə kömək et. Ey Allahım, bu ayı bizə salamat et və bu ayda bizi salamət et. Bu ayı bizdən sənin tərəfindən olan asanlıq və sağlamlıqla təhvil al. Ey Allahım, Qədr gecəsində hikmətli əmrinlə qəti hökmünü verərkən, o hökm ki, artıq geri qaytarılmır və dəyişməz qalır. Məni öz evinin hacılarının sırasında yaz. O hacılar ki, həcləri qəbuldur və səyləri qiymətləndirilmişdir.
günahları bağışlanmış və xətalarının üstü örtülmüşdür. Uzun ömür və bol ruzini mənim barəmdə hökm ver və müqəddət et. Amin. Ramazan ayının birinci günün əməlləri aşağıdakı kimi nəql olunub. Deyirlər, qüsl almaq, qüsl etmək lazımdır, gülab ilə ətirlənmək lazımdır, yəni ki, müstəhəbdir. Daha doğrusu, 2 rükət namaz qılmaq, birinci rükətdə Həmd və Fəth surəsi, ikinci rükətdə Həmd surəsi və istənilən bir surə oxunur. Yəni ki, ən rahatı Təvhid surəsidir, yəni ki, İxlas surəsidir. Hədisdə buyurulur ki, hər kim bu namazı qılsa, həmin il Allah pis hadisələri ondan uzaq edər və o gələn ilədək Allahın pənahında olar. Hər ayın əvvəlində qılınan 2 rükət namazı qılmaq və sədəqə vermək, şəfəq doğandan sonra bu duanı oxumaq. Dua belədir: Ey Allahım, Ramazan ayı gəldi və sən bu ayın orucunu bizə vacib etdin. İnsanları hidayət edən, hidayət dəlillərini ehtiva edən və haqqı batildən ayıran Qur'anı bu ayda nazil etdin. Ey Allahım, bu ayın orucunu tutmaqda bizə kömək et və onu bizdən qəbul et. Bu ayı bizdən salamat təhvil al. Bu ayı bizdən salamat təhvil al. Bu ayı öz tərəfindən olan rahatlıq və sağlamlıqla bizim üçün salamat et. Çünki sən hər şeyə qadirsən. Digər fəzilətli günlər barədə inşallah ayrıca videolarımız da olacaq inşallah. Ən qorxulu şey bilirsiniz nədir? Ramazan gəlib keçsin və biz əvvəlki kimi qalaq. Eyni əsəb, eyni günah, eyni boşluq, eyni əməl. O zaman Ramazan sadəcə təqvimdə bir ay olar. Amma əgər bu Ramazanda bir haramı tərk etsək, bir insanı bağışlasaq, bir gecə səcdədə qalsaq, o zaman Ramazan bizi dəyişər. İndi səndən bir sual soruşuram. Bu Ramazanda nəyi dəyişəcəksən? Bir günahı, bir vərdişi, bir münasibəti? Şərhlərdə yaz. Bəlkə bu gecə sənin dönüş nöqtəndir. Bəlkə bu Ramazan həyatını dəyişəcək. Allah hamımızın orucunu, namazını, dualarını qəbul etsin inşallah. Ramazan ayınız mübarək olsun inşallah. Bu videonu saxla, Qədir gecəsində yenidən izləyəcəksən. Esselamu Aleyküm və Rəhmətullah.